Salam. Bugün mən ev üsulu təbii sprey hazırlayıram saçlar üçün. Mixey, dəfnə yarpağı. Bir ovuc mixey, 15 ədəd dəfnə yarpağını bir qaba əlavə etdim. Üzərinə 1-2 stəkan su əlavə edirik ki, qaynasın. Qaynara düşdükdən sonra soyuyacaq. Soyuduqdan sonra sprey qabına əlavə edəcəm. Mixey ilə dəfnə yarpağının xeyri saçları möhkəmləndirir, saç köklərini, kəpəyi azaldır, saçların uzanmasını sürətləndirir, saçlara parlaqlıq verir. Spreyimiz hazırdır. Bu formada saç diblərinə sıxırsınız. Həftədə 2-3 dəfə. Saçlarınız həm parlaq, dib kökləri möhkəmlənir, saçlarınız uzanır. İstifadə edin. Həmişə gözəllikdə.